Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məktəbdə 187 nömrəli məktəbə yaxın bir ərazidə sosial məlumatlı torpaq sahəsi üzərində bax belə bir modern tipli həyətə müsbətli herkesin malının mülkünə bərəkət versin istədiyimiz xeyir olsun inşallah. Bir zal, 2 yataq, bir mətbəx, bir sancıdan ibarət evin torpağın çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm Qiymət 70.000 manatdır. Reallı olası ev sahibi tərəfindən endirim olunacaq. Yerdən də ən azından 4 daş kürsülü sol bir tərəfinə rahat bir şəkildə keçid eləmək olur. Az da olsa bax bu hissədə güləşmək üçün torpaq yeri qoyulub və burada şambosudur və evin qabağında işıqlandırması var. Suyun axıntısı üçün su xətti qoyulub, turbası qoyulub. Və keçək inşallah şəhərinin təqdimatını və onu nəzərinizə çatdıraq ki, real müştəriyə endirim var və mətbəx mebeli də hədiyyədir. Bir hissəsini də sizlərə təqdim edək. İnşallah keçək evin təqdimatına. Üzbəyiz hissədə zaldır. Koridorun özündə belə komün xəttlərinə qədər atılıb. İnşallah zal hissəsini sizlərə təqdim edək. Ondan nəzərinizə çatdıraq ki, hər evin otaqlarının aboyu ayrı-ayrılıqdadır. Geniş bir zal var, zal hissəsini sizlərə təqdim edək. Və keçək yataq otaqlarının təqdimatına inşallah. Burada bir yataq otağıdır, bunu təqdim edək sizlərə. İkinci yataq otağımızı təqdim edək. Və mətbəx hissəsini təqdim edir və qeyd etmişdir, mətbəx mebeli hədiyyədir. Çox yerlərdə olmur. Keçək sancarin təqdimatına. Sancı tam hazır bir vəziyyətdir, yəni aksesuarlar qoyulub veriləcək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa 187 nömrəli məktəbə yaxın bir ərazidir. Sosial məlumatlı torpaq sahəsinin üzərində inşa edilib. 4 daş kürsülüdür. Bir zal, 2 yataq, bir mətbəx, bir sancadan ibarət. Evin torpağın çıxarışı var. Həm ipoteka üçün, həm qeydiyyata düşmək olur. İlkin olaraq qiymət 70.000 manat və qeyd etdiyimiz ki, mətbəx mebeli hədiyyə. Səhifəmizi izlədiyiniz üçün Məşdağa əmlak eləmişik. Əməkdaşlar və rəhbərlərin sizlərə təşəkkür edirəm.